Son illər Xəzər dənizinin suyunun azalması ciddi narahatlıq doğurur. Dənizin səviyyəsinin enməsi limanların da işini çətinləşdirir. Artıq Xəzərin Qazaxıstan sahillərində bu problem qabarıq şəkildə özünü göstərir. Aktau limanında suyun azalmasından sonra dərinləşdirmə işləri aparmaq zərurəti yaranıb. Bəs ölkəmizdə vəziyyət necədir? Ümumiyyətlə, Xəzərin suyunun çəkilməsi dəniz daşımalarına necə təsir edir? Növbəti sujetdə bu məsələni araşdırmışıq. Xəzərin Qazaxıstan sahillərində suyun azalması Aktau limanında gəmilərin fəaliyyətinə çətinlik yaradır. Gəmiləri və tankerləri tam yükləmək mümkün olmur. Liman ətrafı dayazlaşdığı üçün çox yüklənmiş gəmilərin saya oturmaq riskləri yaranır. Dənizin səviyyəsinin enməsinə əsas səbəb kimi Xəzərə axan çayların, əsasən də Volqanın suyunun azalması iqlim dəyişikliyi göstərilir. Mütəxəssislər deyirlər ki, bunun dəniz daşımalarına təsiri qaçılmazdır. Yəni, su ehtiyatlarının idarə olunması, xüsusilə müasir dövrdə daha az su ilə, daha qənaətlə istifadə etmək, damcılı suvarma sistemlərinin tətbiq olunması ilə, eyni zamanda paralel dib dərinləşdirmə işlərinin aparılması ilə bu problemi qismən azalmaq mümkün. Amma təbii ki, burada vacib addımlardan biri də kiçik həcmli gəmilərin, yəni daha az suda üzə bilən, yan ala bilən gəmilərin istismara buraxılmasıdır. Təbii ki, vəziyyət Xəzəryanı ölkələri narahat edir. Nəqliyyat üzrə ekspert Rauf Ağamirzeyev deyir ki, xüsusilə Qazaxıstan və Türkmənistan istiqamətində problem hiss olunur. Artıq koordinasiyalı şəkildə limanlara gələn naviqasiya kanalları və gəmilərin dönmə sahəsində dib dərinləşdirmə işlərinin görülməsi ilə bağlı qərarlar verilib. Kuruk limanında bu işlər tamamlanıb. Demək, Aktau və Ələt limanında bu işlər may ayının sonundan başladı. Aktauda 2 mərhələ ilə olacaq. Bir mərhələ bu ilin sonuna, bir mərhələ isə 26-cı il ərzində görüləcək. Ən çox təsirlənən sahələrdən Xəzərin şimalıdır, çünki orada dayazlı sular və Türkmənistan istiqamətində olan Türkmənbaşı limanının akvatoriyasıdır. Rauf Ağamirzeyev deyir ki, Türkmənistan tərəfinin də vəziyyətinin ciddiliyini nəzərə alaraq Türkmənbaşı limanında dib dərinləşdirmə işləri aparacağına ümid edilir. Əks halda daşımalara ciddi problem ola bilər. Hal-hazırda çünki Türkmənbaşı limanı Xəzərin ən böyük limanıdır. 17 milyon ton yükü və 400 min TEU 20 futluq konteyneri qəbul etmə imkanı var. Bu qəbul etmə imkanı olsa da, amma onun naviqasiya kanalının dib dərinləşdirmə işi görmədən o effektivlik biraz aşağı səviyyədə olur. Qeyd edək ki, Xəzərdə bundan əvvəl suyun belə kəskin şəkildə azalması 1960-70-ci illərdə müşahidə olunub. Mütəxəssislər vəziyyətdən çıxış yolu kimi ilk növbədə Xəzəryanı dövlətlərin bu məsələdə əməkdaşlığı gücləndirməsini zəruri sayır. Yalnız birgə səylərlə və məsələyə kompleks yanaşma ilə problemin fəsadlarını azaltmaq olar. Təbii ki, bu dəniz üzərindən daşımalara təsir edir. Dəniz daşımaları daha çox tranzit daşımalardır və beynəlxalq nəqliyyat dəhlizləri üzərində əsas marşrut bugün Xəzər üzərindən keçən marşrutdur. Yəni, regionda yaranmış geosiyasi vəziyyət istər şimalda, istər cənubda Xəzər dəniz üzərindən, Azərbaycan üzərindən, Gürcüstan, Türkiyə üzərindən Avropaya çıxışı daha aktual edir, daha cəlb edicidir və bu da yük axınlarını sürətləndirir. Amma dediyimiz Xəzərdə suyun azalması məsələləri bu tranzit daşımalarda ləngimələrə səbəb olur. Məsələ ilə bağlı Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildirdilər ki, Xəzər dənizində suyun səviyyəsinin hazırki azalma göstəricisi Bakı limanının fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Lakin gələcəkdə mümkün olan təhdidlərə qarşı limanda dib dərinləşdirmə işlərinin aparılması planlaşdırılır. Bununla yanaşı, Bakı limanının sifarişi ilə Bakı Gəmi Qayırma Zavodunda mühəndis Soltan Kazımov adına dib dərinləşdirici gəmi inşa edilir. Bu gəmi Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranması ehtimal olunan maneələrin aradan qaldırılmasında mühüm rol oynayacaq. Azər Nağıyev, Şəkərnaz Şahaliyeva, İqtisadi Zona. Bu həftəlik bu qədər, hörmətli tamaşaçılar. Siz Azad Azərbaycanla Dövlət Vergi Xidmətinin birgə layihəsi olan İqtisadi Zona verilişini izlədiniz. Sağ olun, yenidən görüşmək ümidi ilə.